Həyat yoldaşı bu aktyorumuzun xəstəlik xəbərinə dözməyib, ondan qabaq vəfat edib. Gəlin hər ikisini yad edək. Harabaya qalmış bu vilayətdə bütün var dövlətimi puç elədim. Yox, mən qayıtmayacağam. Uduzluqlarımı qaytarmayınca qayıtmayacağam. Əlabbas Qədirov ailəsinin istəyi başqa olsa da, məhz aktyorluq üzrə təhsil alıb. İlk çəkildiyi film Xatirələr sahili olur. Sevinc buxtası filmində yaratdığı Nazim obrazına görə dövlət mükafatına layiq görülür. Qızıl Uçurum filmində də baş rolda oynayıb. Hüseyn Seyidzadənin ekranlara çıxa bilməyən Qatır Məmmədində də baş rolda məhz Əlabbas Qədirov çəkilibmiş. Sevdiyi qadınla evlənmək istəsə də, qızın atası aktyora qız verməyi barədə tərəddüd edib. Ancaq onlar evləniblər. Əlabbas Qədirovun qan xərçənginə tutulduğu məlum olandan sonra həyat yoldaşı dünyadan köçür. Bu vəfatdan 6 ay sonra aktyorda dünyasını dəyişir. Əlabbas Qədirovun və həyat yoldaşının ruhu şad olsun. Bəs siz onu hansı obrazı ilə xatırlayırsınız?